kitab. Həmçinin baxın, Əhl-i Şeyhdə ən məşhur Əli ibn İbrahim Əl-Qummi. Ona deyirlər ki, müfəssir. Görün, nə deyir? Ən-Nəbiyyü lim ayə inir. Nə deyir Altı Quran-ı Kərimdə? Limə tuhərmə əhəlallah. Allahın deyir, halal bunu niyə haram buyurursan? Deyir ki, bu ayə enəndə Peyğəmbər Hafsaya deyir ki, gəl sənə bir dənə sir açacağım. Deyir, nə sirdir deyir. Deyir, məndən sonra Əbbəkir xəlifə olacaq. Deyir, sonra kim? Sonra deyir, sənin atan deyir. Dedim ki, kim sənə xəbər verdi? Dedi ki, Allah xəbər verdi. Təfsir-i Qummi 276-cı səhifə. Ən mötəbər kitabları, subhanallah. Yəni, bu boyda rivayətə ondan sonra öz kitablarınızda belə bir insan düşmənçi eləmək hansı vicdana sığar? Təfsir-i Qummi 2-ci cild 376-cı səhifə. Hətta deyir, xəlifə olacaq deyir. Deyirlər, bəzilər güya Əli ibn Əbi Talibdən qəsb olundu. Öz kitabınız deyir ki, xəlifə Əbbəkir olacaq, sonra Ömər olacaq. Ən mötəbər kitab, subhanallah. Həmçinin baxın, nə deyir? Muhammed bin Əli ibn Şəhr Əşvab Əl-Mazandarani deyir ki, Fatimə əleyhissalam deyir, kimlər oldu? Həsən, Hüseyin, evlatları, Muhsin, Zeynəb-ül Kubra, Ummu Kulsum kim evlənmişdi deyir? Ömər ibn Xattab. Allahu Akbar. Mənaqib Əbi Talibin Mənaqibi 2-ci səhifə, 2-ci cild 141-ci səhifə, öz kitabları. Baxın, Əbul-Fərəl Əsfahani ən mötəbər kitabları. Fi Muqatil-i Talibin, Muqatil-i Talibin kitabında deyir. Səhifə 88, 142, 188 Beyrutda çap olunub. Baxın, Ərbil-i fi Kəşf-ül-Ğummə, ən mötəbər kitabları. Məclisi Cəlal Uyum, səhifə 582, Ərbil-i Kəşf-ül-Ğummə kitabı 264. Deyir, yəni o fəzilətindən sonra. Gör nə deyir? Deyir ki, İnnə Əbəbəkir ibn Əbi Talib. Əbi Talibin oğlu, digər oğlu Əbu Bəkirdir, Hüseynlə bərabər şəhid oldu Kərbalada. Eşimizi bundan danışsınlar. Digər oğlu Ömər idi, o da şəhid oldu Kərbalada. Subhanallah. Bu kimin adını qoymuşdu Əli ibn Əbi Talib uşaqlarına? Hüseyn radiyallahu şəhid olub. Amma heç ona bir dəfə ağlayan var, adını çəkən var? Yox. Baxın nə deyir? Allah məizzət İslam bi Ömər ül-Xatta. Allah İslamı, yəni Ömər ibn Xattab İslamı izzətləndir. Biz bu rivayətlərdadır. Məclisi Biharul Ənvar, Məhəmməd Bəqirdən gəlir rivayət. Kitab-ül Əsma, Əsma Ələm kitabı 4-cü cildə. La ilahe illallah. Ən mötəbər kitablarında. Həmçinin nəyi dəlil gətirirlər? Fədək hadisəsini. Düşmənçilər. Fədək hadisəsində Əbu Bəkir nəyə görə vermədi Fatimə anamızı? Çünki Peyğəmbər ki, Peyğəmbərlər özlərindən sonra elm ancaq miras qoyurlar. Ömər ibn Xattab, Osman həmçə Əli ibn Əbi Talib deyək fədəyə qaytararsa, bir onu heç vaxt qaytarılmıyor. Çünki Peyğəmbərlərin hədisi var ki, Peyğəmbərlər özlərindən sonra nə qoyurlar? Elm qoyub gedirlər. Harada var bu hədislər? Özləri öz Kuleynidir, subhanallah. Yəni, baxın, deyək ki, Əli ibn Əbi Talib, deyək ki, yaş fədəyə qaytaracaqsan, o bəzi olur, bəzi şübhələr. Deyək ki, vallahi deyək, mən Allahdan utanıram ki, deyək, həya edirəm ki, deyək, Əbu Bəkir Ömərin deyək, vermədiyi bir şey mən niyə görə götürməliyəm ki, deyək. Nəhcül Bəlanın şərhi İbn Əbil Hədid, subhanallah.